Hər arvad bir-birinə canım, aşkım, ürəyim deyə bilər. Bir də oxu, çoxlarını maraqlandırırdı. Hər arvad bir-birinə de. canım, aşkım, ürəyim deyə bilərmi? Burada deyən var mı şeyləri? Sən deyirsən mi? Hər arvad arasında bu şeylər, yəni romantik ifadələr, onlar işlətmək qardaşlar, amma həddi aşmamaq lazımdır. Həddi aşmamaq lazımdır və bu romantik kəlmələri artistik olaraq işlətməmək lazımdır. Başa düşürsünüz? Yəni bunu bir kinodan götürüb də, bir serialdan götürüb də, bax onların münasibəti belədir deyə, onlardan örgənərək, onları özünə örnək tutaraq, sən arvadıma yalan yerə bu şeylərlə oturub, sən də onlar kimi artistlik eləmə. Və nə idi o sözlər? Hansı sözlər idi? Canım, aşkım, ürəyim. Açıq belə biraz, nə bilim, bu şey biraz nədir? Yəni, romantik sözləri demək olar. Məsələn, sevirsən, sevgini ifadə edirsən, nə bilim, ondan ötürü darıxırsan, nə bilim, sən onu görəndə sevinirsən və s. kimi şeylər zat. Çətin sualdır əslində bu. Bu aşkım kəlməsində mən bu kəlməyə qarşı biraz zəng gəlir ki, məsələn, baxın, telefonlarına açılır. Bu aşkın məsələsində nəsə biraz qardaşlar, məndə bu kəlmədə sıxıntı var. Aşk bilirsiniz, sevgidən üstün olan bir şeydir. Yəni sevirəm, başqadır, aşk başqadır. Aşk sevgiyi aşan, ondan daha böyük ifadə olunan bir şeydir. Mən qorxuram ki, yəni bu aşk, aşiq olmaq, yəni Allaha aid olmuş olsundur. Bilirsiniz, insan sevə bilər valideynini, zövcəsini, övladını, yemək, içmək, bu şeyləri sevə bilər. Amma insan kamil, mütləq sevgiyi kimə bəxş eləməlidir? Kimə sərf eləməlidir? Allaha sərf eləməlidir bunu. Bu aşk, bu baxımından, yəni bu kəlməyə qarşı məndə biraz narahatçılıq var. Tərk olunmasını məsləhət görürəm. Canım gəldikdə, canım kəlməsini işlətməyə gəldikdə, bunda problem yoxdur. Çünki bu kəlmə mənası o demək deyil ki, yəni ki, demək odur ki, səni, yəni ki, sevgimdə canım qədər sevirəm, mənası budur. O birisi nə idi? Ürəyim. Ürəyim. Bu da elə ona bənzəyir, əslində, bayaqki sözə bənzəyir. Qısacası, baxın qardaşlar, bu şeydə ifrat və təfrit var. Bəzi insanlar həddindən artıq kobuddur, arvadına sevgisini ifadə etməyi onun üçün bu qaçınılmaz bir şeydir. Yəni, onu əsla deməz, etiraf eləməz. Biri də var ki, işi gücü qutarıb o teleseriallardakı artistlərdən daha bərbad gündədir. Çox da yalakalıq eləmək, yaltaqlanmaq, belə ceyran, meyran, bu şeyləri səhərdən axşama kimi demək, biraz insanın heybətini də itirə bilər evdə. Bu şeydə ifrat və təfrit olmamalıdır. Yəni, orta yollu. Burada bir şeyə toxunmaq istəyirəm, qardaşlar. Qadınlar bu şeyə diqqətlə qulaq asa yaxşı olar. Əslində, gerçək kişilər dili ilə sevgisini ifadə etməyə meyil eləmirlər. Gerçək kişi oturub arvada, oturub belə getdi, bu belə getdi, dili ilə, yəni biraz ağır yox, sanki belə istəmir heybəti itməsin deyə, nə ilə göstərir gerçək kişi sevgiyi? Əməlləri ilə göstərir. Arvadına olan hörməti ilə, sayğısı ilə, arvadına olan münasibəti ilə göstərir sevgiyi. Və mən buna inanıram ki, gerçək sevgi budur. Əgər dillə sevirəm deyirsənsə, əməlin bunun əksini sübut edirsə, bu sevgidə yalancısan. Amma dillə demirsənsə, amma əməlində sən onun
sevgini ifadə edirsənsə, bu deməkdir ki, dilinlə deməsən də sən gerçəkdən onu sevirsən. Allahu aləm.